düşüncənin əsası qoyulur. Bugün gələcəyi təyin edir. Ona görə əvvəldə dedim ki, gələcəyi bilək ki, bugün bilək, hardayıq, kiminləyik. Mən bir dənə də maraqlı söz deyim sizə, biraz da qorxunuzu daha da artırım. Sizin ağlınıza kimlər gəldindi onun qabağında? Təkvirsiz ərəyanlar, ha? Yəqin ki, elədir. Təkvirçilər o başqa cərəyanlara aid olanlar. Mən sizə bir xəbər verim ki, təkvirçilərdən söhbət getmir. Əhl-i Beyt məktəbindən çıxacaq bu cahillər. Yəni bizlərdən çıxacaq. Hədislər bunu bizə çatdırır. Bizlərdən, bizim içimizdən çıxacaq. Rahatlaşmayaq ki, hə görürük, o azğınlar var. Onlar o vaxta qədər artıq onların işi bitəcək. Çalxalanacaq imtahanın əsas mərkəzi Əhl-i Beyti sevmə iddiasında olanlardır. Proseslər bu cəbhədə baş verəcək. Və buradan çıxacaq, yaxşı da pis də. İmam Zamana silah çəkənlər inanırsınız ki, hər gün Allahümmə kun li vəliyyikə əl-Hüccət ibn-el-Həsən onun zuhurunu istəyib bu duaları oxuyanlar olacaq.